Riyaziyyatda bir işarə var ki, o ən kiçik rəqəmləri belə inanılmaz bir sürətlə çox böyük ədədlərə çevirə bilir. Bu, nida işarəsi, yəni faktorialdır. İlk baxışda sadəcə rəqəmlərin bir-birinə vurulması kimi görünsə də, faktorial həm çox sürətli, həm də çox sirli bir əməliyyatdır. Məsələn, 10 ədədinin faktorialı artıq milyonları keçir. Bəs heç düşünmüsünüzmü bu qədər sürətlə böyüyən bir sistemin ən başında nə dayanır? Bu videoda faktorial haqqında ümumi anlayışla bərabər riyaziyyatın ən çox mübahisə yaradan və maraq doğuran suallarından birinə cavab tapacaqsınız. Niyə 0 faktorial 1-ə bərabərdir? Müəyyən bir n müsbət ədədi üçün n-in faktorialı n ədədinin sağ tərəfində göstərilir və 1-dən n ədədinə qədər olan ədədlərin hasilinə bərabərdir. Əgər bu düstur sonuncu hədd istisna olmaqla və digər həddlər saxlanılmaqla dəyişdirilsəydi, kiçik bir faktorial üçün eyni formada hasil təyin edilərdi. Bu, təkrarlanan münasibətə gətirib çıxarır. Bu münasibətə görə faktorial əməliyyatının hər bir dəyəri əvvəlki dəyəri n-ə vurmaqla əldə edilir. Yaxşı, onda faktorialın xüsusiyyətləri nələrdir? Bunun üçün artım və təxminə nəzər salmaq olar. Faktorial artım eksponensial artımdan daha sürətlidir, amma 2 qat eksponensial artımdan daha yavaşdır. Bu nəticəyə gəlməyin bir yolu da faktorialın təbii loqaritmini götürməkdir, hansı ki bu da onun hasil düsturunu cəmə çevirir və sonra həmin cəmi integral vasitəsilə qiymətləndirir. Nəticəni eksponensiləşdirərək n-in faktorialını təxminən n bölünsün e olur ədədi üstü n kimi əldə edirik. Cəmi yuxarıdan və aşağıdan integral ifadələrini daha dəqiq məhdudlaşdıraraq, trapezoid qaydası ilə hesablayanda bu təxminin n-in kökünə nisbətən proporsional düzəliş faktoruna ehtiyacı olduğu görünür. Bu düzəliş üçün nisbət sabiti Wallis məhsulundan tapıla bilər. Bu məhsul pi faktorialların və 2-nin qüvvətlərinin limit nisbəti kimi ifadə edilir. Bu düzəlişlərin nəticəsi bizə Stirling təxminini verir. Burada n-in faktorialının sağındakı simvol o deməkdir ki, n sonsuzluğa yaxınlaşdıqca sol və sağ tərəflərin nisbəti limitdə 1-ə yaxınlaşır. Stirling düsturu asimptotik seriyanın birinci əldini verir, hansı ki bu da daha çox kəmiyyət verildikdə daha dəqiq hala gəlir. Alternativ versiya, yəni Euler-Maclaurin düsturundan birbaşa əldə olunan təxmin daha sürətlə konvergentləşir, çünki düzəliş terminlərində yalnız tək göstəricilər tələb olunur. Əlbəttə ki, faktorialla əlaqəli çoxlu funksiyalar və ardıcıllıqlar da var. İlk olaraq alternativ faktorialdan başlaya bilərik. Riyaziyyatda alternativ faktorial anlayışının maraqlı bir variantı olaraq ortaya çıxır. Burada faktorialların işarələri bir-birinin növbə ilə dəyişir. Bu, ilk baxışdan biraz mürəkkəb görünə bilər. Bütün tək ədədlərin hər hansı bir tək müsbət ədədə qədər hasilinə 2 qat faktorial deyilir. Misal üçün, n ədədinin 2 qat faktorialı n-in qarşısında 2 nida işarəsi ilə işarə olunur. Üçbucaq ədədləri 1-dən n-ə qədər ədədlərin cəmini, faktoriallar isə onların məhsulunu göstərdiyi kimi, eksponensial faktorial da ədədləri eksponentasiya edir və sadə dildə desək qüvvətə yüksəldir. Buraya 4-ün eksponensial faktorialını misal gətirmək olar. Bu ədədlər göründüyü kimi sadə faktorialdan daha sürətli artırılır. Hiperfaktorial. N-in hiperfaktorialı nümunədə göstərildiyi kimidir. Bu ədədlər Hermit polinomlarının diskriminantlarını təşkil edir. Onlar k funksiyası ilə fasiləsiz interpolyasiya edilə bilər və Stirling düsturu ilə Wilson teoreminin analoqlarına tabe olurlar. Jordan-Polya ədədləri. Riyaziyyatda Jordan-Polya ədədləri bir və ya daha çox faktorialı bir-birindən fərqli olma ehtiyacı olmayan ədədləri bir-birinə vurmaqla əldə olunan ədədlərdir. Məsələn, 480 ədədi Jordan-Polya ədədidir, çünki 480 2-nin faktorialının 2-nin faktorialına və onun da 5-in faktorialına hasilindən alınır. Bu ədədlər fransız riyaziyyatçı Camille Jordan və Amerika əsilli macar riyaziyyatçı George Polyanın adını daşıyır. Jordan-Polya ədədləri nümunədə göstərilən ardıcıllıqla davam edir. Superfaktorial. N-in superfaktorialı ilk n faktoriallarının hasilinə bərabərdir. Superfaktoriallar da fasiləsiz interpolyasiya olunur. Burada böyük H hiperfaktorial göstərir. Faktoriallar sadəcə hasillərə bərabər deyildir. Onlar həm də bizə etdiyimiz hərəkətləri hansı başqa üsullarla yerinə yetirməyin yollarını sayırlar. Bu, ehtimal və statistika üçün fundamental bir prinsipdir.
İndi isə gəlin maraqlı bir məsələyə toxunaq. İlk baxışda sıfırın faktorialı heç bir məna kəsb etmir. Bizə öyrədilən budur ki, sıfırın faktorialı həmişə 1-ə bərabərdir. Bəs bu necə düzgün ola bilər? Əgər sıfırın faktorialı heç bir şeyin, miqdarı olmayan bir şeyin hasili mənasına gəlirsə, niyə cavab 0 yox, 1-dir? Hər nə qədər qarışıq səslənsə belə, n 0-a bərabər olduqda n faktorial anlayışı heç bir ədədin bir-birinə vurulmaması mənasına gəlir və bu bizə mənası olmayan bir hasil verir. 0 obyekt üçün sadəcə bir permutasiya var. Permutasiya üçün heç bir şey olmadıqda yeganə həll yolu heç nə etməməkdir. 0 faktorialın 1-ə bərabər olması bir neçə düsturun kompakt izahı üçün şərait yaradır həm də. Misal üçün, eksponensial funksiyanın qüvvət sıraları olaraq göstərilməsində. Riyaziyyat adətən qəribə görünə bilər, ancaq bu, nəyi gördüyümüzü anlaya bilənə qədər davam edir. Sıfırın faktorialı bunun üçün çox yaxşı bir misaldır. İlk baxışda səhv görünsə belə, gözəl bir şəkildə məntiqli açıqlamaya sahibdir. Və bu da riyaziyyatın nə qədər harmonik və güclü olduğunu bizə bir daha göstərir. Ümid edirəm ki, bu video sizin üçün həm öyrədici, həm də vizual olaraq maraqlı oldu. Növbəti videolarda da müxtəlif teoremləri və riyazi sirləri vizual şəkildə göstərməyə çalışacağam. Şərhlər bölməsində fikirlərinizi mütləq gözləyirəm. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun, salamat qalın.